Salam, hər vaxtınız xeyir olsun. Söz verdiyim kimi sizə Rubiklə bağlı video çəkirəm. PDF üzərindən videonu izah edəcəm ki, göz yaddaşı ilə daha da yadınızda qalsın. Rubrik nədir? Əvvəlcə gəlin bu məsələyə toxunaq. Rubrik qiymətləndirmə cədvəlidir. Adi bizim dərslərimizdə meyarları içinə yazdığımız cədvəl rubrik adlanır. Yəni, rubrik sözü bizi qorxuzmasın ki, ay Allah, görürsən rubrik nədir? Formatına görə iki növü var. Analitik rubrik, holistik rubrik. Əvvəlcə görək rubrik quruluşuna görə rubrikdə nələr təsvir olunur? Rubrikdə təsvir olunur nələr? Meyarlar. Hal-hazırda gördüyünüz rubrikdir. Meyarlar. Görürsünüz, bax, yuxarıda verilən meyarlardır. Riyazi məsələni düzgün həll edir. Riyazi məsələ yollarını bilir. Yazdığı həll üsulunu izah edir. Bunlar meyarlardır. Və bu rəqəmlər isə keyfiyyət səviyyələridir. 4-cü səviyyə, yəni ən yaxşı. 3-cü səviyyə, yəni yaxşı. 2-ci səviyyə orta. 1-ci səviyyə isə kafi. Bu keyfiyyət səviyyələrinin rəqəmlərlə ifadəsidir. Qarşısındakı sözlər isə keyfiyyət səviyyələrinin sözlərlə ifadəsidir. Riyazi məsələ həll edirmi? Həll edə bilirmi? Riyazi məsələni həll edə bilirmi? Bu meyardır. Meyarın aşağıda keyfiyyət səviyyələrinə gəlin baxaq. Verilmiş bütün riyazi məsələ və misalları səhvsiz həll edir. Neçənci səviyyədir? 4-cü səviyyədir. Səhvsiz həll edir. Sözlərlə nə idi? İfadəsidir. Cavabları əsasən doğru tapmaqla riyazi məsələləri həllində bəzi səhvlərə yol verir. Bəzi səhvlərə yol verirsə, bu artıq nə olacaq? 3-cü səviyyəmiz olacaq. Düzdürmü? Bəli, düzdür. Sonra ikinci səviyyədə nə deyir? İkinci səviyyədə deyir ki, verilmiş riyazi məsələ və misalların təxminən yarısını doğru həll edir. Bu da yarısını doğru həll edib, ikinci səviyyədir. Birinci səviyyədə deyir ki, həll etdiyi məsələ və misal çox nadir hallarda doğru olur. Yəni, burada şagirdin qiymətləndirilməsi ilə bağlı bir cədvəl var. Bu rubrikdir. Rubrik özünə nələr əks etdirir? Meyarlar. Meyarlar. Meyarlar bunlardır. Bababın 3-ü meyarlardır. Keyfiyyət səviyyələri, yəni 4-cü səviyyə, 3-cü səviyyə, 2-ci səviyyə, 1-ci səviyyə. Keyfiyyət səviyyələrinin sözlə təsviri. Yəni 4-cü səviyyənin təsviri, 3-cü səviyyənin təsviri, 2-ci səviyyənin təsviri, 1-ci səviyyənin təsviri. Bu oldu rubrik nədir? Rubrikin formatına görə iki növü var. Analitik rubrik və holistik rubrik. İndi gəlin görək, analitik rubrik nədir, holistik rubrik nədir? Hal-hazırda gördüyünüz rubrik analitik rubrikdir. Analitik rubrik sanki məsələləri, belə deyək, analiz eləyərək, meyarları analiz eləyərək şagirdlərə veririk. Yəni, bir tapşırığı bir neçə meyarla, xırdalıqlara, dərinliklərə gedirik. Analitik rubrikdə şagirdin bir fəaliyyəti bir neçə meyara görə qiymətləndirilir. Bir fəaliyyəti bir neçə meyara görə qiymətləndirilir. Gəlin, yuxarıda bir analitik rubrikimiz var. Bunu izah edeyim sizə. Şagirdə esse yazmağı tapşırmışıq. Şagirdi analitik rubriklə qiymətləndirmək istəyirik. Bir neçə meyar qoymuşuq. Meyarlar. Baxın, meyarlar bunlardır. Quruluş, məzmun, qrammatika. Yəni, istəyirəm ki, esseni şagirdə həm məzmununa görə, həm quruluşuna görə, həm də qrammatikasına görə nə edeyim? Qiymətləndirim. Və keyfiyyət səviyyələri də buradadır. Görürsünüz, çox yaxşı, yaxşı. Mən çox yaxşıları ancaq izah edəcəm. Yəni, sizdə artıq məlumat yaranacaq ki, söhbət nədən gedir. Bunlar keyfiyyət səviyyələridir. Burada rəqəmlə verməyib, sözlə verib. Yəni, bu 4-dür, bu da 3-dür. Hər bir meyarın keyfiyyət səviyyəsi var və hər bir keyfiyyət səviyyəsinin sözlə ifadəsi var. Quruluşun
Çox yaxşı, yəni yüksək səviyyəsinə baxaq, essenin quruluşuna. Mətnin axıcılığı oxu prosesi rahat və cəlbedici edir. Axıcılığı oxu prosesini müxtəlif növ bağlayıcılardan yerində istifadə edir. Abzası məntiqi olaraq uyğun yerlərə qeyd edir. Çox yaxşı səviyyədir. Şagirdin essesinin quruluşunda heç bir problem yoxdur. Keçdik məzmununa. Bu da çox yaxşı səviyyəni deyəcəm sizə. Məzmunun bütün aspektlərini qeyd edir, öz fikir və münasibətlərini mövzu ilə rəvan surətdə əlaqələndirir, əsaslı nəticə çıxardır, geniş və zəngin lüğətdən istifadə edir, seçilmiş sözləri fikri dolğun şəkildə çatdırmaq üçün düzgün yerlərdə istifadə edir, nadir hallarda hərf səhvlərinə yol verir. Yəni, nadir hallarda verirsə hərf səhvlərinə, bunu mexaniki səhv kimi çox yaxşıya götürə bilərik. Bu isə məzmun idi. Keçdik indi qrammatikaya. Geniş diapazonda müxtəlif formalı mürəkkəb cümlələrdən çevikliklə istifadə edir. Artıq qrammatik cümlələrin quruluşuna baxırıq. Cümlələrin əksəriyyətində qrammatik səhvə yol vermir, yalnız bəzi mexaniki səhvlərə yol verir, vurğu işarələrinin istifadəsində nadir hallarda səhvə yol verir. Bunlar ən, belə deyək, yuxarı səviyyədir, çox yaxşı kimi qiymətləndirilir. Gəlin bir aşağı səviyyədə baxaq ki, bizdə daha yaxşı fikir yaransın. Yəni, görək aşağı səviyyə necə olur burada. Yaxşıya baxaq. Yuxarıda nə yazmışdı? Yuxarıda yazmışdı ki, abzasları məntiqi olaraq uyğun yerlərə qeyd edir. Amma görürsünüz, yaxşıda yazıb ki, abzasları qeyd edir, lakin hər zaman məntiqi olaraq düzgün istifadə eləmir. Yəni, bir səviyyə aşağı düşdük burada. Məzmunda çox yaxşıya nə yazmışdı? Yazmışdı ki, geniş və zəngin lüğətdən istifadə edir. Amma yaxşıya nə yazır? Müəyyən qədər zəngin lüğətdən istifadə edir, lakin bəzi səhvlərə yol verir. Görürsünüzmü? Bu bir qədər aşağı səviyyə düşdü. Qrammatikada ən yaxşıya yazmışdıq ki, yəni ki, mürəkkəb cümlələrdən istifadə edir, hətta çevikliklə istifadə edir. Cümlələrin əksəriyyətində qrammatik səhv yoxdur, yalnız mexaniki səhvlər var. Amma yaxşıya görürsünüz nə yazmışıq? Bir çox cümlələri qrammatik baxımdan səhvlər yazır. Qrammatik baxımdan səhvsiz yazır, üzr istəyirəm. Lakin durğu işarələrini istifadə edərkən müəyyən səhvlərə yol verir. Amma yuxarıda demişdik, nadir hallarda səhvlərə yol verir. Yəni, artıq burada nə edir? Meyarlar keyfiyyət səviyyəsinə görə yuxarıdan aşağıya doğru, zəifləməyə doğru gedir. Bu analitik rubrikdir. Bir esseni 3 meyarda neynədik? Bir tapşırığı müxtəlif aspektlərdən 3 meyarda qiymətləndirdik. Bu oldu analitik rubrik. İndi isə keçək holistik rubrikə. Holistik rubrikə keçək. Holistik rubrik isə şagirdi bir neçə meyarla ümumi şəkildə qiymətləndirməkdir. Holistik rubrik bütün meyarları eyni anda tətbiq etmək deməkdir. Baxın, burada tarix fənni ilə bağlı bir holistik rubrikimiz var. İntiba mədəniyyəti haqqında təqdimatı qiymətləndirmək üçün holistik rubrik. Deməli, dərsim intiba mədəniyyətidir, qiymətləndirmə meyarlarımı yazmışam. Qiymətləndirməm bir meyarla gedir. 4 səviyyədədir. 4 səviyyədədir. Burada sözlər yoxdur, fərqi nədir ki? Yəni, bu çox yaxşı deməkdir. Bu yaxşı deməkdir, bu orta, bu isə kafi deməkdir. Gəlin, baxaq. Bu dövrün bütün açar ideyalarını, elmi-texniki yenilikləri araşdırır və təqdim edir və bu dövrün dünya tarixindəki yerini nümunələrlə əsaslandırır. Heç bir problem yoxdur. Çox yaxşı səviyyədə eləyir uşaq bunları. İndi 3-cü səviyyəyə düşək. 3-cü səviyyədə deyir ki, bu dövrün bir çox açar ideyalarını, elmi-texniki yeniliklərini araşdırır, bu dövrün dünya tarixindəki yerini əsaslandırır, təqdim etməkdə neynədir? Müəyyən səhvlərə yol verdi. 2-yə baxdıq. Bu dövrün elmi-texniki yeniliklərini araşdırır, açar ideyaları müəyyənləşdirməkdə və təqdim etməkdə səhvlər edir. Görürsünüzmü? Açar ideyalarda səhvlər etdi.
və bu dövrün dünya tarixindəki yerini tam əsaslandıra bilmir. Tam əsaslandıra bilmədiyi bir səviyyədə aşağı düşdü. İndi baxaq birinci səviyyə. Araşdırma zamanı açar ideyaları yanlış müəyyənləşdirir. Təqdim etmədə səhvlər var. Bu dövrün dünya tarixində yerini əsaslandıra bilmir. Biz demişdik ki, bilmir olmaz. Amma paradoks var. Time'ın hazırladığı ümumiyyətlə qiymətləndirmə cədvəllərində hətta qeyri-kafi belə var. Yəni siz bunlara fikir verməyin. Bu əsaslandıra bilmiri biz belə eləyək. Təqdim etmədə səhvlər var və bu dövrün dünya tarixində yerini əsaslandırarkən nə edir? Ciddi səhvlər edir. Yəni bu bilmirin üstündən bir xətt çəkirik. Əsaslandırarkən ciddi səhvlər edir. Vaxtım yoxdur ki, mən özüm bu cədvəlləri hazırlayım. Yəni, Time'ın cədvəllərində həqiqətən də problem var. Bilmirdən istifadə eləmək olmaz. Çünki nədir? Stativ feildir, dinamik feil deyil. Çünki biz nə demişdik? Həm təlim nəticəmiz, həm də qiymətləndirmə meyarlarımız dinamik feillərlə bitməlidir. Bu da oldu rubriklərin izahı. Mənə elə gəlir ki, çalışdım ki, müəyyən qədər, yəni izah edim, müəyyən qədər sizə anlaşıqlı olsun. Yenə də nəyi başa düşməsəz, atacağım qrupa videonu, nəyi başa düşməsəz yazarsınız, izah edərəm.